Götür də, sən filologiya elmlər doktorsan, Firdun müəllim. Götür Avestan təhlili, gətir çıxart bu günə qədər o hərfləri. Yoxsa sən bir o günləri görürəm bir verilişdə ironiya ilə danışır ki, Azərbaycan tarixçiləri, kifayət qədər səviyyəli tarixçilərimiz var bizim burada. Yəni Ziya Bünyadov da son dövrü deyirəm mən. 20-ci əsrin əvvəllərində bizim Zeynaloğlu, Cahangir Zeynaloğlu, Rəşid bəy İsmailov tarixçilərimizin düzgün konsepsiyasını qoymuşdu. Qaydın, vicdanınız olsun, bu günləri götürün Cahangir Zeynaloğlu'nun Müxtəsər Azərbaycan tarixi yazmışdı 1924-cü ildə İstanbulda çap olmuşdu. Düzgün konsepsiya, müəyyən düzəlişlər eləmək lazımdır. Götürün, kişiliyiniz çatsın, deyin ki, balam bu yazıb da bunu. Bu kişinin ölüb gedibdir, yoxdur onsuz da, sizlə nəsə vəzifə davası eləyəsi deyil. Və yaxud Rəşid bəy İsmailov. Azərbaycanın ən ideal... Sözünüz yəni daha çox kimlərə aid? Yenə deyirəm, həmən şeydir, tarixin üstündə işləyənlərə aiddir. Rəhbərindən tutmuş hamısına aiddir ki, 3 ildir siz konsepsiya deyirsiniz, yeni konsepsiya, ortaya işlə qoymamışsınız. Niyə? Və nədir sizə bu, nə maaşı orada nəyə görə alırsın? Prezident sizə vəzifəyə qoyur və maaşlarınızı da verir. Pul da ayrılır, büdcə də ayrılır sizin bu işlərinizə.